Salam əziz şagirdlərim, bugün sizinlə funksiyalar və qrafiklər mövzusuna baxacağıq inşallah ki, ən əsas və ən önəmli nöqtələrə toxunacağım, yəni daha geniş izahları inşallah başqa videolarda verməyi düşünürəm. Səviyyəmiz 9-cu sinif səviyyəsində olacaq və Güvənlik 2025-ci ildə buraxılışı kitabına baxacağıq inşallah ki, qaydanın bu üzərindən gedəcəm. Deməli, başladıq. İlk olaraq funksiya anlayışı nədir? Biz zaten sizlə yayda sürətləndirilmiş dərslərdə keçmişdik funksiya anlayışı və bunu sizə yay tapşırığı olaraq da vermişdik. Funksiyanın haqqında az çox anlayışınız var. İndi isə sanki onun bir tık üstünü, daha dərinini öyrənəcək. Ümumiyyətlə funksiya deyəndə nə başa düşülür? Deməli, iki dənə çoxluq götürürük. X çoxluğu və Y çoxluğu. İki dənə çoxluq. Çoxluğun da nə olduğunu bilirik. X çoxluğunun da müəyyən elementləri var. Y çoxluğunun da müəyyən elementləri var. Funksiyanın tərifini belə veririk ki, X çoxluğunun hər bir X daxildir X elementinə. Yəni, X çoxluğundan bir element götürürük. Y çoxluğunun yeganə bir elementi qarşı qoyularsa, bu qarşı qoyulmaya funksiya deyilir. X çoxluğu götürmüşük, Y çoxluğu götürmüşük. Məsələn, X çoxluğundan A elementi, Y çoxluğundan müəyyən bir yeganə B elementinə uyğun gəlirsə, onda deyirik ki, bizə funksiya verilmişdir. Yəni, bunlar arasındakı asıllığa funksiya deyilir. Bu şəkildə funksiyanın tərifi verilir. Funksiya Y bərabərdir. Burada da yazıldığı kimi fx, Rx, Hx və s. işarə oluna bilər. Məsələn, burada da nümunə verib Y bərabərdir 3x deyər, fx bərabərdir 5x kvadratı çıx 8 deyər və s. və ilaxır. Heç bir fərqi yoxdur. Bəs bizim funksiyada yazdıq, məsələn, tutaq ki, Y bərabərdir fx. Okey, bəs bu Y nədir, f nədir, x nədir? İndi bunlara baxacağıq. Burada x sərbəst dəyişəndir. Baxırıq ki, məsələn, 3x, x nədir? Sərbəst dəyişəndir. Və yaxud da Y, bəzən Y ilə yazırıq, bəzən də fx ilə yazırıq. Məsələn, fx bərabərdir burada olduğu kimi hər hansısa bir elementə. Həm Y, f, həm də fx aslı dəyişəndir. Və salam, x-imiz deməli sərbəst dəyişən, bunlara argument da deyilir. Y, yəni fx-a da aslı dəyişən, bunlara funksiya deyilir. İndi biz sizlə funksiyanın verilmə üsullarına baxacaq. Verilmə üsullarından sonra sanki bu Y bərabərdir fx sizin üçün daha aydın olacaq. Deməli, funksiya hansı yollarına verilir? 3 dənə yolu var. Birinci düsturdur, ikinci qrafikdir, üçüncü də cədvəl üsulu. Düstur, qrafik, cədvəl üsulu. Düstur, yəni göründüyü kimi bunların hər biri də düstur üsulundan verilmədir. Qrafik formada verilmədir. Baxın, burada da verilib sizə. Məsələn, burada da verilib. Bunların hamısı qrafik üsulundan verilmədir. Cədvəl üsulundan verilmədir. Aşağıdakı kimi təyin olunub. Mən burada kənarda bir dənə cədvəl qurum sizin üçün, onun üstündə də izah edeyim. Məsələn, cədvəl üsulunda nə verilir bizə? Ümumi bir düstur verilir. Y bərabərdir fx kimi və salam. Baxırıq ki, burada Y-in qiymət alması üçün, Y boşdur, düzdürmü? Y-in qiymətləri yoxdur. Y-in qiymət alması üçün bizə x-in qiymətləri lazımdır. Deməli, Y qiymət alması üçün x-ə ehtiyac duyur. Deməli, Y x-dan asılıdır. Ona görə deyirlər ki, x sərbəst dəyişəndir, argumentdir. Yəni, əsas odur. Y və yaxud da fx-də asılıdır. Yəni, x olmasa Y də olmayacaq. Y müəyyən bir qiymət almaq üçün x-dan aslı vəziyyətə düşür, ona ehtiyac duyur. Ona görə də x-ə sərbəst dəyişən, Y-ə və yaxud da fx-ə aslı dəyişən funksiya deyilir. Bu da argumentdir. Zaten burada da qeyd olunur. İndi keçək bunları sizlə hesablamağa. Məsələn, verir bizim ümumi düsturumuzu. Y bərabərdir 5x üstə gəl 6. X bərabərdir 1. X 1 olarsa getiririk x-in yerinə 1 qoyuruq. Olur 5 vurulsun 1. Üstə gəlsin 6, o da elədi 11. Daha sonra x-in yerinə 4 qoyur. 5 vurulsun 4, 20. Üstünə də 6 gəldi, elədi 26. Və yaxud da x-in yerinə 8 qoyur. Baxın, x-in qiymətlərini buradan götürürəm. 5 vurulsun 8, 40, 40-ın üstünə də 6 gəndə 46. Və salam, bu da bizim oldu cədvəl üsulundan verilməyimiz. Və bunu 6-cı sinif mövzusunda, daha çox da 7-də qeyd eləyirlər. Cədvəl üsulundan verilmə. Və salam. Sizlə bir dən baxacağıq düzbucaqlı koordinat sisteminə. Daha sonra ümumi funksiyanı araşdırıb onun növlərindən tanış olacaq. Düzbucaqlı koordinat sistemində biz əsasən nə ilə tanış oluruq? Okey, funksiyanın nə olduğunu bildik, cədvəl üsulunun nə olduğunu bildik, düstur üsulunun nə olduğunu bildik. İndi bizə lazımdır qrafik üsul. Qrafik üsulu da biz qurmaq üçün düzbucaqlı koordinat sistemini bilməliyik. Yəni, bu koordinat sistemini bilməliyik. Yadınıza gəlirsə, daha çox ibtidai sinifdə olurdu və yaxud da 5-ci, 6-cı sinif mövzularında bizə verirdilər. Məsələn, A nöqtəsi verilir.
verdilər. Tutaq ki, 2, 3, məsələn, B nöqtəsi verdilər, 5, 1 və s. və axır verdilər. Məsələn, biz onları tapırdıq, sonra deyirdilər ki, okey, alınan fiquru yaz və s. və axır. Burada da koordinat üsulundan istifadə edirdiniz. Baxın, eyni koordinat üsuludur. Yəni artıq ay funksiya bu böyüdü gözümüzdə. Yox, biz funksiyanın ibtidai sinifdən tanışıq. Uşaqlıqdan tanışıq. 5-ci sinif, 6-cı sinif, 7-ci sinif. Bunların hər birində biz funksiyadan istifadə eləmişik əslində. Sadəcə artıq 9-cu sinifdə bizim buraxılış imtahanımız var. Belə funksiya bizim gözümüzdə böyüyür. Heç də elə deyil. Siz funksiyanı öyrənə gəlmisiniz. Yəni əsas təməl bazı sizdə funksiyada var. Bunun üçün də narahat olmuruq. İndi yenidən düzbucaqlı koordinat sistemindəyirəm. Düzbucaqlı koordinat sistemində bizim x oxumuz var, y oxumuz var. X oxumuza deyirik absis oxu, y oxuna deyiriksə ordinat oxu. Və salam, x oldu absis, burada yazın, göz yaddaşınızdan yadınızda qalsın. Y oldu ordinat oxu. Başlanğıc nöqtəmizdə 0,0 nöqtəsidir, bunu da bilirsiniz. Daha sonra rüblərlə tanış olacaq. Rüblərimiz 4 dənə rüb var. Baxın, belə deyə bilərik ki, x və y kəsişəndə 4 hissəyə bölünür. 4 hissəyə bölünürsə, deməli 4 dənə də rübümüz var. Birinci rüb, 2, 3 və 4-cü rüb. Rüblərimiz isə bu formada gedir. Baxın. Sanki oxumuz bu formada gedir. 1, 2, 3, 4. 1, 2, 3, 4. Bunu qarışdırmayın. Bu çox önəmlidir. İnşallah 11-ci sinifdə siz kompleks ədədlər keçəcəksiniz. Orada isə olduqca önəmlidir. Orada şagirdlər çox vaxt qarışdırırlar. Ehtiyac yoxdur. Daha sonra birinci rüb, ikinci rüb, üçüncü rüb, dördüncü rüb. Biz baxırıq indi ümumi bir dənə absislə ordinata baxaq. Sonra rüblər daha yaxşı araşdıracaq. Bura baxırıq. Burada məsələn nə dururdu bizdə? 1, 2, 3, 4, 5, 6 və s. və axır. Yəni elə rəqəmlə belə yazın. 1, 2, 3, 4, 5, 6. Həmçinin burada da yazarıq. 1, 2, digər tərəfdən yazım qarışmasınlar. Aha, 1, 2, 3, 4, 5, 6 və s. Bunlar hamısı nədir? Müsbət ədədlərdir. Düzdürmü? Baxın, hamısı müsbətdir, hamısı müsbətdir. Deməli, bu müsbətlərin işarəsi bizim rəqəmlərimizə görəymiş. Üstəgə yazılır. Okey, bəs bu nə üçündür? Çünki burada müsbət ədədlər alınır. Məsələn, keçirim digər tərəfinə. Bu tərəflərə keçəndə isə biz mənfi rəqəmlər alırdıq. Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4. Bunu belə götürə bilərsiniz ağlınızda məsələn. Ədəd oxunda necədir? Oy, bu çox böyük oldu. Ədəd oxunda necə idi? Baxın, 0 nöqtəsi buradaydı. 0 nöqtəsi buradaydı. Burada müsbət sonsuzluq idi. Burada mənfi sonsuzluq, yəni müsbət ədədlər gedirdi. Burada isə mənfi ədədlər gedirdi. İndi burada da eyni şeydir. Müsbət ədədlər gedir, mənfi ədədlər gedir. Həmçinin y-də deyinim. Yenə ədəd oxudu. 0-dır. Getdikcə müsbətlər. Aşağı düşdükcə mənfilər. Belə ağlınıza saxlaya bilərsiniz ki, aşağı düşdükcə mənfi olur. Və salam. İndi müsbət mənfi ədədlərlə də tanış olduq. Necə? Yəni hansı aralıqlar müsbətdir, hansı aralıqlar mənfidir. Dedik ki, y-də də yuxarı qalxdıqca müsbətdir, aşağı düşdükcə də mənfidir. Mənfi 1, mənfi 2, mənfi 3 və s. və axır. İndi rüblərə baxarıq. Rüblərdə isə bizə verilir 1-ci, 2-ci, 3-cü, 4-cü rüblər. Aşağısında belə bir ifadələr verir. Bəs bunlar nədir? Bu bizə nəyi göstərir? Baxın, ümumiyyətlə yazılışda, yenə deyirəm, ibtidai sinifdən öyrənə gəlirsək, birinci x yazılır, sonra y yazılır. Baxın, bir dənə odaqlanaq sadəcə bura. Bir kvadrat alıb, sanki bu kvadrata odaqlanırıq. X-imiz nədir? Müsbət. Hər biri müsbət. X-in altından nə yazıb? Müsbət. Y-im nədir? Müsbət. Y-in altından nə yazıb? Müsbət. Deməli, birinci rübdə x-da müsbət olur, y-də müsbət olur. Ümid edirəm ki, aydın oldu. Bunları silirəm. Keçirik digər hissəmizə. Baxıram ikinci rübə. İkinci rübdə yenə bir kvadrata alıram. X-imizi, y-imizi qeyd eləyiblər. Baxırıq, x nədir? Mənfi. Çünki x-in hər bir qiyməti mənfidir. Y nədir? Müsbətlər. Y-in altından da qeyd ediblər müsbətlər. Və salam, digərlərdə həmçinin. Burada da bizdə hər ikisi mənfidir.
Dördüncü rübdə isə x-imiz müsbətdir. Baxın, x-lar müsbətdir, y-lər isə mənfidir. Onları da altından müsbət mənfi olaraq qeyd ediblər. Bu da bizim oldu rüblərlə düzbucaqlı koordinat sistemindən anlaşımız. Daha sonra keçirik təyin oblasına. Burada funksiyanın olub olmaması barədə məlumat var. İstəsəz oxuya bilərsiniz, amma mən sizə bu videoda qısa və ən əsas qeydləri qeyd eləmək istəyirəm. Təyin oblasti nədir? Təyin və qiymətlər oblasti. Deməli, bizim iki dənə anlayışımız var. Təyin oblasti, qiymətlər oblasti. X-in aldığı qiymətlər təyin oblastıdır. Y-in aldığı qiymətlər, Y-in aldığı aralıq, belə deyim də sizə, qiymətlər oblasti adlanır. Və salam. Bir dənə burada şərti də oxuyum sizlə tərifi. X-in ala biləcəyi qiymətlər çoxluğu f(x) funksiyasının təyin oblasti adlanır. df-lə işarə olunur. df. Y-in ala biləcəyi qiymətlər çoxluğu f(x) funksiyasının qiymətlər oblasti adlanır. Y f-lə işarə olunur. Və salam. Yəni, biz sizdə bərabərsizliklərdə keçmişdik. Məsələn, x kiçikdir 4 olurdu. Düzdür? Deyirdik ki, x daxildir. Mənfi sonsuzluqdan 4-ə qədər. Bu nədir? X-in aldığı qiymətlər aralığıdır. Düzdürmü? Həmçinin biz funksiyada da hesablayacağıq. X-in aldığı qiymətləri df bərabərdir. Məsələn, bu şəkildə versə df bərabərdir. Mənfi sonsuzluqdan 4-ə qədər yazacağıq. Y-də də olsa, məsələn, yf bərabərdir. Mənfi sonsuzluqdan 4-ə qədər yazacağıq. Yəni, burada da belə ekstra qiymətlər oblasti, təyin oblasti nədir, çətindir və s. və laxır heç bir şeyə ehtiyac yoxdur. Və salam, bu da bizim oldu təyin oblasti və qiymətlər oblasti anlayışımızda. Burada da bizə bir neçə dənə qeydlər və nümunələr verib, sabit ədəd olarsa, kx olarsa, çox ədli olarsa və s. və laxır. Bunlara da göz gəzdirməyə əslində çox da ehtiyac görmürəm. Bir dənə buna baxarsınız və salam, başqasına ehtiyac yoxdur. Tətbiq elədikcə ağlınızda qalacaq. Əsas odur. Sonra iki dənə anlayışımız var. Artan funksiya, azalan funksiya. Burada da geniş izah verib, nümunələr verib. Mən yeni qısa olaraq deyəcəm sizə. Artan funksiya nədir? Əgər x-in elementi x çoxluğunun arqumenti böyük qiymətinə, y çoxluğunun arqumentinin böyük qiymətə uyğun gələrsə və yaxud da hər ikisini x çoxluğundan götürsək, x çoxluğunda x1 elementinin böyük qiymətinə, x çoxluğunda x2 elementinin böyük qiymətə uyğun gələrsə, belə funksiyalar artan funksiya deyilir. Yəni, düz mütənsib olaraq yadınızda saxlaya bilərsiniz. Burada da tərifdə verilib ki, x çoxluğunun arqumentinin böyük qiymətlərinə funksiyanın böyük qiymətə uyğun gələrsə, f(x) funksiyasına x çoxluğunda artan funksiya deyilir. Və yaxud da kiçiyə də kiçik. Həmçinin, baxıraq burada işarələrimizdə də eynidir. x1 kiçikdirsə, f(x1) də kiçikdir. Həmçinin, x1 böyükdürsə, f(x1) də böyükdür. Bu bizim oldu artan funksiyamız. Və salam, əgər bu hal ödənirsə, deyirik ki, f(x) funksiyası artandır. Bəs azalan halında necə olacaq? Azalan halında isə əksinə olacaq. Məsələn, x1 kiçikdir, amma onun funksiyası böyükdür. Və yaxud da burada x1 böyükdür, amma onun funksiyası kiçikdir. Baxın, kiçikdir. Bu cür funksiyalara da deyirik azalan funksiya. Daha sonra gəlirik cüt və tək funksiyalara. Cüt və tək funksiyalarda olduqca rahatdır. Məsələn, bizə verir, tərifi oxuyum, elə gedim sizin üçün də rahat olsun. Çünki oxuyanda başa düşməyə bilərsiniz. Deyir ki, təyin oblasti koordinat başlanğıcına nəzərən simmetrik olan y bərabərdir f(x) funksiyası üçün istənilən x bərabərdir df olduqda f mənfi x bərabərdir f(x) olarsa y bərabərdir f(x) funksiyası cüt funksiya adlanır. Ümumi olaraq izah edirəm. Baxın, f(x)nə gəlib, mənfi gəlib, müsbət çıxıb. Düzdürmü? Və deyir ki, koordinat başlanğıcına, təyin oblasti koordinat başlanğıcına nəzərən simmetrik. Bir dənə onu yadımızda saxlayırıq. Simmetriklik varsa, yazıram bura simmetrik və mənfi gəlir, müsbət çıxırsa. Belə yadınızda saxlaya bilərsiniz ki, əsəbi olursunuz, gərgin olursunuz, rəfiqənizin yanına gedirsiniz, mənfi emosiyalarla gedirsiniz, amma rəfiqənizlə dərdləşirsiniz, deyirsiniz, görürsünüz, gülürsünüz, ondan müsbət şəkildə, müsbət emosiyalarla ayrılırsınız. Burada da f funksiyası mənfi gəlir, amma müsbət ayrılır. Bu hansı hallarda olurdu? O hansı hallar idi ki, məsələn, x bərabərdir, tutaq ki, mənfi 3 yazıram. Bu mənfi 3-ü nəyin içinə salsa müsbət ayrılar? Bir dənə düşünün özünüz. Mənfi nəyin içinə girsə müsbət çıxar? Modul və cüt dərəcədən qüvvət. Modul oxşalımda.
kvadratı -3/4 və s. və axır. Neynədi x? Mənfi gəldi, müsbət ayrıldı. Və salam. Bölür 9 və s. və axır. Deməli, cüt funksiyada nədir? Simmetrikdir və mənfi olaraq gəlir, müsbət olaraq çıxır. Nümunədə verdiyi ki, modul x, x üstü 2, yəni cüt dərəcədən qüvvətlər. Və salam, burada da həmçinin verib, bəzi cüt funksiyaları qeyd edib, kosinus cütdür, sinus da təkdir. Bunlara hələ ki sizin üçün çox ehtiyac yoxdur. Bəs tək funksiya nədir? Tək funksiyada isə simmetrik deyil, mənfi gəlir, mənfi də qalır. Və salam. Məsələn, dırnaq arası rəfiqənizin yanına gedirsiniz, mənfi olan emosiyalarla, o daha da sizi qəzəbləndirir, okey, mənfi olaraq da ayrılırsınız. Bu cür funksiyalar da adlanır tək funksiya, yəni bizdə simmetriklik yoxdur qrafiklərimizdə və mənfi olaraq gəlirsə, mənfi olaraq da ayrılır. Bu da oldu bu şəkildə. Xəstələrinə də baxarsınız. Xəstələr əslində təklə təkin cəmi təkdir, cütlə cütün cəmi cütdür. Onların hasillərini də verib. Yəni bunları xüsusi əzbərləməyə ehtiyac yoxdur. Zaten tətbiqdə bizim üçün rahat olacaq. O barədə də narahat olmayın. Daha sonra baxırıq funksiyanın sıfırları. Funksiyanın sıfırları deyəndə biz nə başa düşürük? Bunu əsas qayda olaraq sizə deməyəcəm. Sadəcə kiçik qeyd olaraq deyəcəm. Elə yadınızda saxlayın. Bizə məsələn verib, misalda deyir ki, funksiyanın sıfırlarını tapın. Biz verilən funksiyanı sıfıra bərabər edirik, qiymətlərini tapırıq. Funksiyanın sıfırları o deməkdir ki, verilən funksiyada x-in hansı qiymətlərində sıfıra bərabər olacaq. Və salam. Baxın, kəsişdiyi nöqtələrdə funksiya sıfıra bərabər olur. Yəni, y burada bir qiymət alıb gəlib, burada sıfır alır, sonra yenidən qiymət alır, gəlir, burada sıfır alır. Nə dedik? Dedik ki, funksiyanın sıfıra bərabər olur, yəni funksiyanın sıfır olur. Elə misalda da verib bizə yaxşı ki, ümumi funksiya verib, deyir sıfırlarını tapın, neynədir? Sıfıra bərabər elədik, köklərini tapdıq. Bu qədər, başqa heç bir şey ehtiyac yoxdur. Daha sonra y bərabərdir fx funksiyasında ox oxu ilə kəsişmə nöqtəsi deyəndə y-i sıfıra bərabər eləyirik. Oy ilə kəsişmə nöqtəsi deyəndə x-i sıfıra bərabər eləyirik. Bu da bizim ən əsas qaydamızdır. O x kəsişməsi deyirsə y bərabər 0. O y kəsişməsi deyirsə x bərabər 0 olmalıdır. Bu mütləq ağlınızda olsun. Zaten bu mənim ən çox istifadə edədiyim cümlələrdəndir. Sonra keçirik funksiyanın növlərinə. Funksiyalardan biz öyrənəcəyik sizinlə əsasən sabit funksiyanı, kvadratik funksiyanı, modul funksiyanı da öyrənəcəyik. Əsas bulardır. Digərlərinə baxacağıq, amma ən əsas bulardır. Sabit funksiya nədir? Y bərabərdir s. S-də konstant olduğunu bilir. Fizikadan da zaten bilirsiniz. Məsələn, y bərabərdir 49. Məsələn, y bərabərdir tutaq ki 0,5 və s. və axır. Burada da nümunə verib. Y bərabərdir 8, y bərabərdir 0,4. Bunlar hamısı adlanır sabit funksiyalar. Xassələrində oxuyursunuz. Bunlar mütləq şəkildə əzbərlənir. Mütləq şəkildə. Daha sonra gəlir düz mütənasib funksiya, tərs mütənasib funksiya. Xətti funksiya, tərs mütənasib funksiyanı qeyd eləmişdilər. Tərs mütənasib funksiya. Deməli, düz mütənasib funksiya nədir? Y bərabərdir kx şəklində olan funksiyaya düz mütənasib funksiya deyilir. Buradakı k isə bucaq əmsaldır. Düz mütənasib funksiyanın qrafiki bundan ibarətdir. Baxın, düz xəttdən ibarətdir. Və salam. Buna da deyirik düz mütənasib funksiya. Xəssələr də tək funksiyadır. Bunu əzbərləyirik. Df bərabərdir mənfi sonsuzluqdan müsbət sonsuzluğa y-də. Yəni həm qiymətlər çoxluğu, həm də ki təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğadır. Sonra bizim nə anlayışlarımız var? Bizim k-yə nə dedik? K-yə dedik bucaq əmsalı, düzdürmü? Bucaq əmsalı anlayışımız var. Bucaq əmsalını tapmaq üçün y1-ni y1-i bölürük x1-ə. Və yaxud da y1 ilə x1-i bizə verməyib, alfanla verib, tangens alfa bərabərdir k-ya. Yəni, bucaq əmsalını tapmaq üçün ya y1 x1-ə bölünür, ya da ki, alfanın tangensini tapırıq. Sizdə misalların daha çoxunda tangens alfanla da verib, y1 x1 ilə də verib. Tangens alfanla verəndə isə tangens alfanın qiymətini verib. Yəni, o barədə narahat olmayın. Siz əsas sinuslar və kosinuslara baxmalısınız imtahan üçün. Tangens, kotangens, onlar sizdən çox tələb olunan şeylər deyil. Aha,
Deməli, yenidən deyirəm, bucaq əmsalını tapanda ya tangens alfa tapılır, ya da y-in x-a olan nisbəti. Bunu qarışdırmayın, diqqətlə də baxın. Sonra biz bucaq əmsalını dedik. Bucaq əmsalı arta da bilir, azala da bilir. Əgər sıfırdan böyükdürsə artır, əgər sıfırdan kiçikdirsə azalır. Məsələn, birdən bunları sizin üçün qeyd edeyim. K sıfırdan böyük olanda qrafik birinci, üçüncü rüblərdən keçir. Baxın, K sıfırdan böyükdür. Bu ikisindən keçəcək ancaq. K sıfırdan böyükdür. Ancaq buralardan keçəcək. K sıfırdan kiçik olduqda isə ikinci və dördüncü rüblərdən keçir. Yəni, K mənfi olduqda ikinci və dördüncü rüblərdən keçir. Və salam. Bu da bizim oldu əsas qeydlərimiz. Bunlara da sizin üçün hələ ki ehtiyac yoxdur. Baxırıq xətti funksiya. Nə üçün bizə düz mütənsib funksiyadan sonra xətti funksiyanı verib? Çünki düz mütənsib funksiyana xətti funksiya bir-birinə olduqca oxşardır. Düz mütənsib funksiya nə dedi? Y bərabərdir kx. Əgər həmin kx-in üstünə bir dənə də b gəlsəm, və salam, oldu mənim üçün xətti funksiya. Deməli, y bərabərdir kx üstə gəl b şəklində olan funksiyaya xətti funksiya deyilir. Yadınızda xətti tənliklər keçmişdik, xətti bərabərsizliklər keçmişdik. Baxırsınız ki, əsas strukturası eynidir. Yəni, birini öyrənsəz, digərlər də rahat şəkildə gedəcək. Həmçinin bu, y bərabərdir kx üstə gəl b-də də k bucaq əmsalıdır. Bucaq əmsalı. Baxırıq bunun əsas xassələrinə. Biz dedik ki, əlavə bir b qeyd olunur, düzdürmü? Baxın, düz mütənsib funksiyada sıfırdan çıxırdı. Bu şəkildə gedirdi. Əlavə bir b qeyd olunanda, yəni y bərabərdir kx üstə gəlsin b olanda, burada neynədir? Bir miqdar artdı. Bəs burada biz bucaq əmsalını necə tapırıq? Bayaq bucaq əmsalını tapmaq üçün 2-dən üstür dedik. K bərabərdir tangens alfa və y1-in x1-ə nisbəti. Burada da yenə tangens alfa olduğu kimi qalır. Sadəcə bizim y-imiz və x-imiz artıq 2-dən olur. y1, y2, x1, x2. y2-dən çıxılır y1, yox da böyükdən çıxılır kiçik. Belə də ağlınızda saxlaya bilərsiniz. Bölünür x2-dən çıxılsa x1-ə. Bu şəkildə də ağlımızda saxlayırıq düsturumuzu. Daha sonra b isə f-in sıfırdakı qiymətinə bərabərdir. Baxın, burada nümunə veribsə, nə gözəl verməyibsə, o nümunə şəklində mən sizə izah edeyim. b bərabərdir f0. Ümumiyyətlə, f0 deyəndə biz nə başa düşürük? Funksiyada, məsələn, verib y bərabərdir, tutaq ki, olsun bu şəkildə. 5x üstə gəl 6. Məsələn, y bərabərdir f(x)'dır, düzdürmü? Bizdə isə deyir b bərabərdir f0. Neynədir? X-in yerinə 0 qoydu. Burada da x-in yerinə 0 qoyacaq. Yəni b-ni tapmaq üçün x-in yerinə 0 qoyuruq, olur 6. 5 vurulsun 0 elədir. 0, 6 və yaxud da biz baxırıq ki, əsas strukturaya y bərabərdir kx üstə gəl b, b-nin yerində nə durub? 6. Hər iki üsulla da hesablaya bilərsiniz. Fərq etməz. Xassələrin yenidən olan qiymətlər çoxluğuna təyin oblastı bir-birinə bərabərdir. Nə təkdir, nə cütdür. K yenə artır, azalır. Bayaqki kimi eynidir. Onu inşallah ki özünüz baxarsınız. Bir dənə onu yazınızda saxlayın ki, funksiyanın sıfırı x bərabərdir. Mənfi b bölünsün k-dan hesablanır. Daha sonra burada var 2 dənə xətti funksiyaların qarşılıqlı vəziyyəti. Bizə 2 dənə xətti funksiya verir. Y bərabərdir k1x üstə gəl b1, y bərabərdir k2x üstə gəlsin b2. Əgər k-lar bir-birindən fərqli olarsa, deyirik ki, qrafiklər bir nöqtədə kəsişir. Onların hasili, yəni k-lardan gedir söhbət, ancaq k-lara fokuslanmışıq. K-ların hasili -1 olarsa, qrafik perpendikulyar olur, burada da nümunə olaraq verilib. K-lar bir-birinə bərabər olar, b-lər fərqli olarsa, qrafiklər paralel olur və salam. Burada qrafiklər üst-üstə də düşür, yeni olaraq D bəndi əlavə eləyiblər, amma əsas bizə bu üçü düşür. Ki, k-lar fərqli olanda qrafiklər bir nöqtədə kəsişir, k-ların hasili -1 olanda perpendikulyar olur, k-lar bərabərdir, b-lər fərqli isə qrafik paraleldir. K-lar da bərabər, b-lər də bərabərsə üst-üstə düşür. İndi bunlara kiçik bir nümunə olaraq yazmaq istəyirəm sizə. Məsələn, deyir ki, y bərabərdir. Tutaq ki, 5x üstə gəl 7 və yaxud da sadəcə 5x, y bərabərdir, tutaq ki, 7x. 5 ilə 7 nədir? Bir-birindən fərqlidir. Deməli, bunların hər ikisinin qrafiki üst-üstə
üzr istəyirəm, bir nöqtədə kəsişəcəklər. Və yaxud da -1 olması üçün belə yazarıq ki, y bərabərdir, tutaq ki, 2-də 1 x, y də bərabərdir -2-yə. -2x-a. Bunların hasili nə olacaq? 2-də 1-i vuranda 2-də 1-i vuranda -2-yə ixtisar gedir, bərabərdir -1. Həqiqətən də bunların ikisinin qrafiklərini qurduqda perpendikulyar olduğunu da görəcəksiniz. Daha sonra deyir ki, k-lar bir-birinə bərabərdir, b-lər fərq edir. Məsələn, y bərabər tutaq ki, 9x üstə gəlsin 7, y bərabərdir 9x çıxılsın 6. Həqiqətən də baxacaq ki, onlar bir-birlərinə paralel gedirlər. Daha sonra k-lar da b-lər də bir-birinə bərabərdir. Yəni 2 dənə, yəni bir funksiya verilib, sadəcə 2 dəfə yazılıb. Belə olaraq da aklınıza saxlaya bilərsiniz. Y bərabərdir 4x üstə gəlsin 4. Məsələn, y bərabərdir 4x üstə gəl 4. Təbii ki də bunu çəkəndə üst-üstə düşəcək. Yəni qrafiklər üst-üstə düşür halda bundan ibarətdir. Daha sonra tərs mütənasib funksiya da var. Buna da qeyd olaraq baxarsınız. Çox ehtiyac yoxdur. Əsas kvadratik funksiya. Digərlərinə keçmək istəyirəm. Kvadratik funksiyamız qaldı bir dənə, deyilmi? Vəssalam. Demək, kvadratik funksiyada biz əsas qaydalardan nələrdən istifadə edəcəyik? Əsas baxacağıq biz qrafikin parabola olmasına, təpə nöqtələrin hesablanmasına və salam. Bu 3 dənə şeyi bilsək, kvadratik funksiyanı bilmiş sayılırıq. Kvadratik tənliklər yadınıza gəlir. Kvadratik bərabərsizlikləri bilirsiniz. Ax kvadrat üstə gəl, bx üstə gəl sel şəklində yazılırsa, bu funksiya kvadratik funksiya deyilir. Kvadratik funksiyanın qrafiki isə paraboladır. Bu anlayışla da sizi kvadratik bərabərsizliklərdə tanış olmuşdunuz. Parabola. Bəs burada bizim nəyimiz var? Təpə nöqtəsinin koordinatları var. Burada x0, y0 kimi qeyd edilib və yaxud da mn də tapmaq olur. Baxın, burada mn olaraq da yazıb. x0-ın yerinə m, y0-ın yerinə də n yazmaq olar. Düsturlarımız da eynidir. Mən sizə tövsiyə gördüm ki, m-in düsturunu öyrənin, n-in düsturunu isə sadəcə yerinə qoyub tapa bilərsiniz. Deməli, təpə nöqtəsinin koordinatlarını bizə 2 dənə bu düsturlarla hesablayacağıq ehtiyac olduqca. Və bu əsas düsturumuz. Bu tip 2 dənə sual yadıma gəlir ki, sizdə sınavlarda qarşınızda çıxmışdı. Y bərabərdir a, x çıxılsın m-in kvadrat üstə gəlsin n. Burada da təpə nöqtəmiz m, n-ə bərabər olur. Və salam misalda da verib. Məsələn, verib bu cür misal deyir ki, təpə nöqtəsinin koordinatlarını tapın. x0, y0 tapmaq üçün düsturu gətirib qoyub yerinə. Burada da a bərabərdir 3-ə, b bərabərdir 12-yə, c bərabərdir 2-yə. Yəni normal kvadratik tənlik kimi, kvadrat tənlikdir. Yəni burada a-nı, b-ni, c-ni mən hardan tapacağım deməyə ehtiyac yoxdur. D isə yenə diskriminantı bildirir. B kvadratı çıxılsın 4ac. Bunları yəni siz bilirsiniz. Təpə nöqtələrini hesablayır. X -2 olur. Y isə -10 olur. Həmçinin burada da yenə təpə nöqtələrini hesablayır. M2 olur. N isə 1-ə bərabər olur. Yəni burada da əlavə bir şey yoxdur. Daha sonra bizim gəldi parabolamızın qiymətləri. Parabolanın oxlarının yuxarı və aşağı olması hallar. Deməli, paraboların əgər qolları yuxarıdırsa, deməli A sıfırdan böyükdür. Baxaq, burada da qeyd olunub. Parabolanın qolları yuxarı olanda A sıfırdan böyük olur. Parabolanın qolları aşağı olanda isə A sıfırdan kiçik olur. Digər qeydlərə mən çox ehtiyac görmürəm. Bir də baxım. Bunlara ehtiyac yoxdur. Bunlara ehtiyac yoxdur və salam. Əsas bunu aklınızda saxlayırsınız. Bir də sürüşmələr var. Onlara da kiçik olaraq baxaq. Sizin misalda tətbiqdə onlar daha rahat olur, amma yenə deməli, kvadratik funksiya üçün grafikin sürüşmələri nədən ibarətdir? Birinci, OX oxu boyunca sürüşmə. Baxın, bu bizə verilib funksiyadır. Düzdürmü? -4 nöqtəsində y bu tənliyi alır. Gəlir 0 nöqtəsində. Artıq 0-a keçdiyi üçün bu 4 olmur. Kvadrat da gəlir, x-in kvadratı və salam.
Son yenidən keçir 3 nöqtəsinə. Bura üstəgəl 0-ın kvadratı idi sanki. Olur 3. Yəni çıxılsın 3-ün mötərizə kvadratına keçir. X boyunca sürüşmə budur. Y boyunca sürüşmə daha maraqlıdır. O, Y oxu boyunca sürüşmə. 2-də olduqda x kvadrat üstə gəl 2. Yenə 0-da olduqda sanki 2 yox olur. -5-də olduqda isə -5 olduğu kimi yazılır. Bir də buna diqqət edin ki, -4-də müsbət 4 yazılır. Məsələn, müsbət 3-də mənfi. Amma o Y oxu boyunca sürüşmədə elə bir şey baş vermir. Daha sonra gəlir Y bərabərdir. Bunu qeyd eləməmişəm. Y bərabərdir kök 6x funksiyası. Kök 6x funksiyasının əsas qrafikini yadınızda saxlayın. Və df, yf və salam. Bundan ibarətdir. Əlavə bir qeydimiz də qalmadı. Deyirəm ki, çətinliyiniz yoxdur. Zaten bu qrafik funksiyalar mövzusunda sizin az-çox bilikləriniz var idi. İnşallah misallar işlədikcə də bu sizə daha aydın olacaq. Bir dənə kiçik qeyddə demək istəyirəm sizə ki, məsələn, bizə verir ki, qrafiklərin kəsişmə nöqtəsini tapın. Baxın, burada da deyir ki, qrafiklər bir nöqtədə kəsişir. Məsələn, misal verir, deyir ki, qrafiklərin kəsişmə nöqtəsini tapın. Bunun üçün biz nə edəcəyik? Y1-i bərabər eləyəcək Y2 və sadələşdirəcək. Burada bizim aldığımız, yəni yazdığım Y-lərdə Y1, Y2, Y1, Y2 kimi işarə eləyə bilərik. Burada da təbii ki də Y1 ilə Y2 bir-birinə bərabərdir. Və salam, bu da bizim əsas qeydimiz olsun. Qrafiklərin kəsişmə nöqtəsini soruşursa, onda nə edirik? Y1 ilə Y2-ni bir-birinə bərabər eləyirik və hesablayırıq. Və salam, bu qədər. Yenə əsas qeydləri oxuyun. Sualınız olduqca da mənə yönləndirə bilərsiniz.